Mən Babayeva Zəhra, 233 ali məktəbdə oxuyuram, 6C sinifində. Azərbaycan rəqslərimizi mən sevirəm. Buradan müəllimimə, mən Elvəsər müəllimimə Bəlkə uşaqlar Elvəsər müəllimi alqışlayaq. təşəkkürümü bildirəm və anama, atama salam deyirəm buradan. Çox təşəkkürlər. Artıq neçə ildir rəqslə məşğulsan? 3 il olar da. 3 ayı. 3 il, 3 ay. Hər iki halda amma mən düşünürəm ki, 3 ildə, 3 ayda olsa, 10 ildən sonra, 30 ildən sonra da daha peşəkar olacaqsınız mütləq. Uşaqlar, mən fikir verim ki, Kamil, Məryəm, siz də fikir verdinizsə, görürsünüz, üstləri nə qəşəng, maraqlı belə geyiniblər uşaqlar. Üstünüzdə də sizin embleminiz olan, şüarınız olan İYR rəqs qrupunun logotipi var. Mən düşünürəm ki, bunu siz necə oldu? Bəs bu köynəkləri ərsəyə gətirdiniz. Elsəmə mənimlə birlikdə yəqin ki, ərsəyə gətirmişsiniz elə. Çox gözəl doğrudan da. Və fikir verirsən, yaylıqlar da çox möhtəşəmdir. Uşaqlar, hər biriniz bir-birinizdən çox rəngarəngsiniz. Xüsusi olaraq bir sözü, çatdırmaq istədiyi mesajı olan var aranızda? Kamil, buyur. Mənim adım Sələdir. Mənim 10 yaşım var, 4-cü sinifdə oxuyuram. Buradan anama və ailəmə salamlayıram. Elsəvər müəllimə təşəkkürümü bildirirəm ki, bizə belə rəqsləri öyrədir. Bu arada mən sevdiyim rəqslər xarici və millidir. Çox gözəl, çox təşəkkür edirik. Aha, Məryəmin yenə sualı var balamıza. Gəl, yaxına gəl. Bax, mikrofon sənə uzanır, gəl bura, ötürün bir-birinizə. Mənim sən gəl yanında dayan, necə istəyirsənsə, sən necə rahatdırsa. Sağ ol, mənim adım Selindir, soyadım Orcavadır. Mən 228 nömrəli tam orta məktəbin 2A sinifində oxuyuram. Mən nənəmə, babama, anama və atama salam göndərirəm və dostlarıma. Mən buradan Elsəvər müəllimə təşəkkür eləyirəm ki, bizə belə maraqlı rəqsləri öyrədib. Həqiqətən biz də çox təşəkkür edirik sizlərə. Neçədir bu rəqslə məşğulsan? 2 ildir. 2 ilə görə səncə də çox peşəkar deyirlər. Yəni, mən düşünürəm ki, artıq bu təcrübələri çox inkişaf eləyib və həmçində çox peşəkarlaşıblar. Afərin uşaqlar sizə.